صل على محمد وآل محمد اللهم صل على. Hər birinizi salamlayırıq və fars dilindən 25-ci dərsdə xoş gördük. Allah hər birinizi müvəffəq etsin. Qalmışdıq Azərbaycan mətnində. İlk növbədə baxaq lüğətə. Zendegi mikonim, yəni yaşayırıq. Cumhuri Respublika, servətmənd, varlı, yəni sərvətli bizdə deyirik. Kanha, mədənlər. Omde, əsas, başlıca. Paytaxt, yəni paytaxt. Baxırıq mətnə. Azərbaycan. Ma در Azərbaycan zendegi mikonim. Biz Azərbaycanda yaşayırıq. Azərbaycan Cumhuriye servətməndist. Azərbaycan varlı respublikadır. Neft və pəmbə servət-i omde an است. Neft və pambıq onun başlıca, yəni əsas sərvətidir. Şəhər Baku paytaxt Azərbaycan است. Bakı şəhəri Azərbaycanın paytaxtıdır. Baku şəhri qəşəngi است. Bakı qəşəng, yəni gözəl şəhərdir. Baku در ساحل دریای خزر واقع است. Bakı Xəzər dənizinin sahilində qərar tutub, yəni yerləşir, olur. در Baku, Bakıda kanhay neft ziyad است. Neft mədənləri çoxdur. Şeiri əzbərləyin. Hər birinizdən xahişimiz budur ki, bu gözəl şeiri əzbərləyəsiniz. Azərbaycan. Lüğətə birinci baxaq. Mam anadır. Eşq vətən, yəni vətən eşqi. Dirin, qədim. Əz toəm, yəni səninəm. Əz mən, mənim. Yəni burada səndən, məndən deyil. Əz toəm, yəni səninəm. Bəzi vaxtlar görürsünüz ki, tələbə gəlir səndən, səndən də yox, səndən, əz mən, məndən bu cür tərcümə edir. Xeyr, yəni burada səninəm və yaxud da mənim kimi tərcümə eləyəcəyik. Eşq vətən əz hər eşq şirin است. Vətən eşqi hər bir eşqidirsə, yəni hər bir eşq deməkdir. Əz hər eşqi, hər bir eşqdən şirin است, yəni şirindir. Vətən eşqi hər bir eşqdən şirindir. Diyar mən, zəban mən dirin است. Mənim diyarım, mənim dilim qədimdir. Can mən است, mənim canımdır. Mam mən است in vətən, mənim anamdır bu vətən. Azərbaycan mən əz toəm, to əz mən. Azərbaycan, mən səninəm, sən mənim. Çox gözəl bir şeirdir. Suallara cavab verin. Ma در کجا زندگی میکنیم. Biz harada yaşayırıq? Servət-i omde Azərbaycan çiist? Azərbaycanın önəmli, yəni başlıca əsas sərvəti nədir? Bunları inşallah ki, cavablayarsınız, yazarsınız və müəllim və ya müəllimənizə göndərərsiniz. İkinci tapşırıq, nöqtələrin yerində lazımi şəkilçisini işlədin. Baku kanhay neft ziyad است. Bakıda neft mədənləri çoxdur. Bakıda, yəni dər, bura əlavə eləyəcəyik. Digərlərində özünüz düzəldəcəksiniz. Cümlələri tərcümə edin. Mənim 5 dəftərim və 3 kitabım var. Bunu da yazacaqsınız və müəllim və ya müəllimənizə göndərəcəksiniz. Bu şeiri əzbərləməyi önəmli bilmirəm. Sadəcə baxa bilərsiniz. Çünki tərcüməsi biraz qəliz çıxır. Biya, yəni gəl, xoşi, xoşbəxtlik, biyar, gətir, ab bekon, ərit, deh, yəni ver, sil, sel,
Cuybar. Cuybar yadınızda saxlayarsınız, arxa deyirlər. Arx. Qəllə, yəni taxıl. Keçirik digər mətnimizə. Lüğətdə fərzənd. Fərzənd övlad deməkdir. Əz del o can. Yəni ürəkdən yazılır. Ürəkdən biz deyərik. Ürəkdən də demək olar. Candan, can və ürəkdən bu cür də demək olar. Kuşeş mikonənd. Çalışırlar. Pənd nəsihət. Asayiş, rahatlıq, dinclik, asayiş bizdə də işlənir. Beşnəvəd, eşitsin. Etaət konəd, itaət etsin. Baxırıq mətnə. Madər və pedər. Hər fərzənd مادر و پدر خود را از دل و can دوست دارد. Hər övlad ana və atasını ürəkdən sevir. مادر و پدر ana və ata برای خوشبختی فرزند خود öz övladlarının, yəni öz övladlarının xoşbəxtçiliyi üçün کوشش میکنند, çalışırlar. Hər pənd və məsləhət پدر و مادر ata və ananın hər nəsihət və məsləhəti برای خوشبختی و آسایش فرزندان است. Övladların rahatlıq və xoşbəxtliyi üçündür. Pəs vəzifə fərzənd in است. Pəs vəzifə fərzənd, yəni uşağın vəzifəsi, bəs uşağın vəzifəsi in است. Budur ki, nəsihət پدر و مادر را ata və ananın nəsihətini beşnəvəd və itaət konəd, eşitsin və itaət etsin. Suallara cavab verin. شما پدر و مادر خود را از دل و can دوست دارید. Siz öz ata və ananızı ürəkdən sevirsiniz. Vəzifə fərzəndan çiст? Övladların vəzifəsi nədir? شما به پند و نصیحت و پدر و مادر خود گوش می دهید. Bunları inşallah ki özünüz yerinə yetirəcəksiniz və bunları oxuyub tərcümə edəcəksiniz, cavab da verəcəksiniz. Cümlələri tərcümə eləyin. Dost darəm, sevirəm, mən ata və anamı sevirəm. Cümlələri deyir tərcümə eləyin. Sevirəm də deyir də burada dost darəm, sən yəni dost dari, o dost darət. Bu cür bunları İnşallah ki, deyəcəksiniz müəllim və ya müəllimənizə. Beyti 3 dəfə yaxşı xətlə yazın və əzbərləyin. Hər an kəs ki, pənd pedər neşənəvəd, hər o kəs ki, ata nəsihətini eşitməyə, be naçar ruzi peşiman şəvəd. Naçar halda, bir gün naçar halda peşman olar. Sulh və asayiş. Gələn mövzumuz bu haqda olacaq inşallah. Allah hər birinizi müvəffəq etsin.